Ləzzət dolu mətbəximdən hər kəsə salamlar. Bu gün sizinlə bol soslu, evdə təkcə uşaqların deyil, hər kəsin sevimlisine çevriləcək o ıslaq keksin reseptini paylaşıram. Ərzaqların dəqiq miqdarını postun altında qeyd etmişəm. İlk öncə yumurta və şəkər tozunu ağarana qədər, həcmi artana qədər çalırıq. Yağını, xamasını da əlavə etdikdən sonra quru ərzaqlarını da əlavə edib yaxşıca qarışdırırıq. Karışımı soba listine əlavə edib, öncədən ısıtdığımız sobada 180 dərəcədə 30-35 dəqiqə hazır. Keks hazır olana qədər biz onun sosunu hazırlayırıq. Hazırladığımız sosu keksin üzərinə isti-isti əlavə edirik. Siz hansı üsuldan istifadə edirsiniz? Rəy bölməsində mütləq fikirlərinizi bizimlə də paylaşın. Mən 2 növ sosdan istifadə etdim. Sosların hər ikisinin reseptini postun altında qeyd etmişəm. Hazırlayacaq hər kəsə nuş olsun. Sizə hazırlamaq istədiyiniz birini göndərməyi unutmayın.